Aya bastım qalxdı. Bu işləmək deyil. Mercedeslerin çoğu modelində 5 silindir amortisatör sistemi gəlir. Uzun ömürlü olsa da bir müddətdən sonra səs eləməyə başlayır. Yeni modellərində, köhnə canavar Mercedeslərdə bu problem yox idi. Çünki içləri sadə idi. Hamı üçün qarmaqarışıq gələn bu 5 silindir və sadə amortisatörün arasındakı fərq nədir? Onları sizin üçün izah edim. Qarşınızda monotip shock absorber, yəni tək silindirli amortisatör, piston rod amortisatörün oxu, hidrolik oil amortisatörün yağı, piston valve və porşundur, spirating piston ayrıcı bölmə, yəni klapan, qaz chamberda qazın yerləşdiyi hissədir. Təzə modeli premium maşınlarda hal-hazırda düzəltdiyimiz 213 kuzada amortisatörün içindəki problem də spirating pistondur. Bu detal yağ ilə qazı ayırır, yəni görüşmələrinə izin vermir və ətrafında da halqa şəklində bir rezin olur. Vaxt keçdikcə aşınma və sürtünmə nəticəsində bu rezin sıradan çıxır və bildiyimiz o yağ ilə qaz qarışmağa başlayır. Arada da nəticə boşluqdur. Boşluq da əmələ gələndə laqqıltı səs əmələ gəlir. Sürücülər də görürlər ki, amortisatörün üstündə yağ yoxdur, adillər bu buraxmayıb. Bəzən kalet çöldən yox, məhz içdən istifadət edilir. Ver oradan müziği. Sadə amortisatörün izahının da gəlməsini istəyirsinizsə, like atın, yorum yazın və videonu paylaşın. Takip edib like atmayı unutmayın. Sizləri canı gönüldən sevirəm. Bir dənə sualım var. Sizcə amortisatör sənəti çətindir yoxsa hasant? Fikrinizi bildirməyi unutmayın.